əleyhissalamdan soruşublar. İsa əleyhissalama deyiblər ki, ey ruhullah, ey Allah Taala'nın yaratdığı, xəlq etdiyi. Bugün yer üzündə sənin kimi bir kəs varmı? İsa əleyhissalama deyirlər. Bəzən peyğəmbərlərə bu cür sual verirdilər. Həz. İsa əleyhissalam buyurur ki, bəli, var. Var. Dedi, kimdir o? İmam İsa əleyhissalam buyurdu ki, bəli, kimin danışmağı zikirdir. Kim ki elə başlayır söhbətin danışmağa, söhbəti zikirdir. Allahı xatırladır, axirəti xatırladır söhbəti. Bəli, kimin danışmağı zikirdir. Susmağı təfəkkürdür. Sakit qalıb, sakit qalmağı təfəkkürdür, düşünür. Sakit qalmağı təfəkkür. Baxmağı ibrətdir. Baxmağında ibrət var. Həz. İsa əleyhissalam buyurur ki, bəli, onlar bizim kimidirlər. Onlar bizim kimidirlər. İsa əleyhissalam bu cür buyurur. Bəs bu həmin nemət